Baxın, cənab prezident, Ali Baş Komandan video çəkiliş eləyib dəfələrlə paylaşsaq da bizə heç bir köməklik göstərmir. Ağdaş rayon icra hakimi Orxan Hüseynzadə, Fidosi Məmmədov dəfələrlə məktublar ünvanlasaq da ki, bax bu şəhid plakatın üstündəki bayraqlar Elsəvər Hacıyev tərəfindən uğratdırılan zaman Ağdaş rayon Ləki qəsəbə icra nümayəndəsi uğratdırılan zaman bax bu şəhid plakatın üstündəki aynan qırılıbdır. Dəfələrlə Elsəvər Hacıyevə müraciət eləsək də, bax bu şüşənin bərpa olunmasını göstərsək də, bu barədə bizə heç bir köməklik olunmur. Baxın, Ağdaş rayon Ləki qəsəbə 6 saylı tam orta məktəb. 1986-cı ildə Heydər Əliyevin ayırdığı 6 hektar yarım torpağı, bax belə qanunsuz tikililər, obyekt yerlərinə sataraq, qanunsuz tikililər tikilməsinə icazə verilib, qanuni şotiklər qoyulub. Baxın, məktəb, Ağdaş rayon Ləki qəsəbə 6 saylı orta məktəbin müəllimlər üçün tikilmiş yaşayış binasında heç bir təmir işi getməmiş. 2007-ci ildə cənab prezident İlham Əliyevin ayırdığı, büdcədən ayırdığı puldan və verdiyi sərəncama əsasən Ağdaş rayon Ləki qəsəbə 6 saylı tam orta məktəbi və onun balansında olan 2 mərtəbəli müəllimlər binasının əsaslı təmiri deyilsə də heç bir təmir işi getməmiş. Məktəbin sadəcə dam örtüyü, şiferi dəyişdirilmiş, pəncərələri və qapıları dəyişdirilmişdir. Və məktəbin 6 hektar yarım torpağı bax bu şəkildə zibilxana xarabalığa döndərilərək Ağdaş rayon Ləki qəsəbə 6 saylı orta məktəbin direktoru Aysel Hacıyev tərəfindən bax bura setka çəkdirilmiş. Məktəbin yeni hasarından sonra bütün ərazilər qanunsuz tikililər tikilərək məktəbin ərazisi satılaraq mənimsənilir. Bax, məktəbin 25 tonluq çəni, istilik sistemi yeni çəkilsə də region maarif şöbəsindən mənə ünvanlanan məktuba əsasən yeni dərs ilinə yaxın birinci, ikinci mərtəbəndə təmir olunacağını deyilsə də heç bir təmir işi getmir. Məktəbin açılmağına 15-20 gün qalsa belə baxın, məktəbin ərazisi bax belə sirkanlıq, kolluq, bax belə xarabalığa döndərilir. Bax o qanunsuz tikilidir. Bu qanunsuz tikiliyə qanunsuz olaraq şotik qoyulub İşıq İdarəsi tərəfindən bir 5-10 gün olaraq bu qanunsuz tikili qanuni kimi fəaliyyət göstərir.